Salam əziz izləyicilər, kanalıma xoş gəlmisiniz. Əgər bu videonu ilk dəfə görürsünüzsə, qısaca deyim, burada real həyat, gündəlik düşüncələr, motivasiya və bəzən də sadəcə içimdən gələn söhbətlər olur. Bugünkü mövzu isə çox adamın maraqlandığı bir sualdır. YouTube-dan pul qazanmaq olurmu? Qısaca cavab versəm bəli olur. Amma bu video tez zəngin ol, bir aya çoxlu pul qazandım videosu deyil. Bu səmimi və real bir söhbətdir. YouTube'a başlayan insanların bir çoxu pul üçün başlayır təbii ki. Açıq bunu pis hesab eləmirəm. Hər kəs daha rahat yaşamaq, ailəsinə töhfə vermək istəyir. Xüsusilə ana olanda bu his daha güclü olur. Evdən çıxmadan nəsə qurmaq, özün üçün bir yol açmaq istəyirsən. Amma bir həqiqət də var ki, YouTube'a yalnız pul üçün başlayanların çoxu yarı yolda dayanır. Çünki YouTube səbir istəyir. İlk videolarda az baxış olur. Bəzən heç kim rəy yazmır. Bəzən niyə davam eləyirəm axı deyə öz-özünə sual verirsən. Yaxşı, bəs YouTube necə pul verir? Onu da sadə dillə deyim. Birincisi reklam gəliri var. Bunun üçün müəyyən şərtlər lazımdır. Abunə sayı, baxış saatı və s. Bu mərhələyə çatmaq isə asan deyil, amma mümkündür. Sadəcə zaman istəyir. İkincisi isə sponsorlu videolardır. Çoxları düşünür ki, sponsorlar yalnız böyük kanallara gəlir. Əslində isə elə deyil. Kiçik amma səmimi auditoriyası olan kanallara da brendlər yazır. Çünki insanlar sənin sözünə inanırlar. Üçüncüsü isə əgər sənin hər hansısa bir sahədə bacarığın varsa, dərs, xidmət, satış və s. Nə olursa olsun, YouTube sadəcə bir vitrin kimi olur. İnsanlar səni tanıyır, güvənir və səndən alırlar. İndi isə ən vacib hissəyə gəlirəm. Niyə çox adam YouTube-dan pul qazana bilmir? Çünki davam etmirlər. 3-5 video yükləyib nəticə gözləyirlər. Başqasının 1 ilə, 2 ilə gəldiyi yerə özü bir ayda çatmaq istəyir və ən əsası özünü başqaları ilə müqayisə eləyir. YouTube sprint deyil, bu marafondur. Mən YouTube-dan pul qazanırammı? Xeyr, bu kanalı açandan bəri heç bir gəlirim olmayıb. Bəs yaxşı, mən niyə davam eləyirəm? Çünki mən YouTube-u bir gündə həyatımı dəyişdirəcək sehirli bir düymə kimi görmürəm. Mən bunu uzun bir yol kimi görürəm. Bəzən yorucu, bəzən səssiz, bəzən də insanın öz-özü ilə qaldığı bir yol kimi. Davam edirəm çünki bu yolda qazandığım ilk şey pul deyil. İlk qazandığım şey özümə inamdır. Kamera qarşısına keçmək, danışmaq, fikrini bölüşmək asan deyil. Xüsusilə də əvvəllər özünü çox arxa planda saxlamısansa. Amma hər video mənə biraz da cəsarət verir. Davam edirəm çünki bəzən bir video kiminsə gününü dəyişə bilir. Mən özümdə dəfələrlə kimsə danışanda elə bil məni deyir demişəm. Əgər bir video bir anaya tək olmadığını hiss etdirirsə, deməli boşuna deyil. Davam edirəm çünki hər şey dərhal nəticə verməsə də vaxtla yığılan şeylər var. Bu gün az baxış ola bilər, bu gün qazancı olmaya bilər, amma internetdə qoyulan heç nə etməz. Bu gün çəkdiyim video bəlkə 6 ay sonra, bəlkə 1 il sonra qarşıma qazanc, fürsət və ya yeni bir yol çıxara bilər. Davam edirəm çünki dayanmaq daha asandır. Çox vaxt insan alınmadı deyib buraxır. Amma mən yarımçıq qalan işlərin içində yaşamaq istəmirəm. Sabah geriyə baxanda ən azından cəhd etdim demək istəyirəm. Uğur olub-olmamasına asılı olmayaraq cəhd etmiş olmaq çox şeydir. Davam edirəm çünki bəzən sadəcə danışmaya ehtiyacım var. İçimdə qalan fikirləri paylaşmaq, səsimi eşitmək, bəzən sadəcə buradayım demək üçün. Bu da bir terapiyadır. Və ən əsası davam edirəm. Çünki bu yol mənə ümid verir. Bu gün yoxdursa da sabah ola bilər. Bu gün çətindirsə sabah daha rahat ola bilər. YouTube mənim üçün bir ehtimaldır. Kiçik də olsa real bir ehtimal. Ona görə də bəli, mən davam edirəm. Sakit-sakit, tələsmədən, öz tempimlə. Əgər bu video sənin üçün biraz da olsa faydalı oldusa, ya da özündən nəsə tapdınsa, şərhlərdə yaz, oxumaq istəyərəm. Bura elə bir yer olsun ki, bir-birimizi anlayıb dəstək olaq. Videonu bəyəndinsə, like atmağı unutma. Kanala hələ abunə deyilsənsə, abunə ol, çünki burada real həyat, səmimi söhbətlər və motivasiya dolu videolar davam edəcək. Vaxt ayırıb məni dinlədiyin üçün çox sağ ol. Özünə yaxşı bax, növbəti videolarda görüşənədək.